Deyirəm, restorana xərclənən pul heyifdir ay bala. Ona neçə kilo ət alıb bir ay evdə yemək olar. Bugün ailəlikcə bir gün keçirdik. Oğlum, gəlinim, nəvələrim gözəl bir məkanda çox dadlı yeməklər yedik. Düşündüm ki, ruhu nənə olaraq bu mövzuya da mütləq toxunmalıyam. Bəzən gənclər bizi restorana aparanda dilimizdən belə cümlələr çıxır. Deyən də pis niyyətlə demir. Sadəcə öyrəşmişik hesab aparmağa. O an bilmədən gənclərin kefini pozuruq bəlkə də. Amma bir anlıq dayanmaq lazımdır. Çünki o masa sadəcə yemək üçün deyil. O masa diqqətdir, hörmətdir, vaxtdır. Əgər siz də belə edənlərdənsinizsə, etməyin. Yeməyə yox, niyyətə baxın. Çünki gənc sizi ora doydurmaq üçün yox, sevindirmək üçün aparıb. Pul xərclənir, yenə qazanılır. Amma o an geri qayıtmır. Hər anın dəyərini bilmək, gənclərin niyyətini dəyərləndirmək lazımdır. Bir çox sağ ol bala, bəzən 1000 manatlıq hesabdan daha qiymətlidir. Qısası, restoranda xərclənən pul heyif olmur.